Salam uşaqlar. Bugünkü dərsimizdə oksidlər mövzusunu davam etdirəcəyik. Bugün biz oksidlərin kimyəvi xassələri ilə tanış olacağıq. Artıq biz bilirik ki, oksidlər duz əmələ gətirməyən və duz əmələ gətirən olmaqla iki qrupa bölünür. Duz əmələ gətirməyən oksidlərə karbon monoksid, diazot monoksid, azot monoksid və silisium monoksid aiddir. Bu cür oksidlər biz bilirik ki, adi şəraitdə deməli, nə turşularla, nə də əsaslarla reaksiyaya daxil olub duz əmələ gətirə bilmirlər. Ona görə də elə bunların adı da buradan götürülübdür. Duz əmələ gətirməyən oksidlər. Lakin duz əmələ gətirməyən oksidlər gördüyümüz kimi oksigenlə reaksiyaya daxil olub yeni oksid, yəni turşu oksid əmələ gətirə bilirlər. Məsələn, karbon monoksid oksigndə yanır və karbon qazına, yəni karbon dioksidə çevrilir. Və yaxud da ki, azot monoksid yenə də oksigenlə adi şəraitdə birləşərək azot dioksidə çevrilir. Duz əmələ gətirən oksidlər isə əsasi, turşu, amfoter və qarşı oksidlər olmaqla 4 qrupa bölünürlər. Gəlin bunların hər biri ilə ayrı-ayrılıqda, yəni xassələri ilə ayrı-ayrılıqda tanış olaq. İndi isə gəlin əvvəlcə əsasi oksidlərin xassələri ilə tanış olaq. Əsasi oksidlər turşularla reaksiyaya girib duz, su əmələ gətirirlər. Əsasi oksidlər eyni zamanda turşu oksidləri ilə də qarşılıqlı təsirdə olub duz əmələ gətirirlər. Əsasi oksidlər amfoter oksidlərlə də reaksiyaya daxil olur və bu zaman deməli duz alınır. Əsasi oksidlər amfoter əsaslarla reaksiyaya daxil olub duz və su əmələ gətirirlər. Yadda saxlamaq lazımdır ki, əsasi oksidlər əsaslarla reaksiyaya daxil olmur. Yalnız və yalnız amfoter əsaslarla. Amfoter əsaslardan hansıları biz tanıyırıq? Sink hidroksidini, berilyum hidroksidini, alüminium hidroksidini, dəmir 3 hidroksidi, xrom 3 hidroksidi, plumbum 2 hidroksidi. Məhz bu cür deməli, amfoter oksidlərlə əsasi oksidlər reaksiyaya daxil olub duz əmələ gətirirlər. Fəal metalların oksidləri də suda həll olaraq qələvə əmələ gətirir. Fəal metallarımızın sayı 8 dənədir və bu 8 metalda müvafiq şəkildə 8 oksid əmələ gətirir. Bu litium oksidi, kalium oksidi, natrium oksidi, sezium oksidi, rubidium oksidi, kalsium oksidi, stronsium və barium oksidləridir. Deməli, bu 8 oksidin hamısı adi şəraitdə su ilə reaksiyaya daxil olub qələvə əmələ gətirir. Yadda saxlamaq lazımdır ki, bu 8 metalın oksidindən başqa qalan heç bir metalın oksidi suda həll olunur. İndi isə turşu oksidlərin xassələri ilə tanış olaq. Turşu oksidləri də əsasi oksidlərlə birləşmə reaksiyasına daxil olub yeni duz əmələ gətirirlər. Turşu oksidləri eyni zamanda əsaslarla reaksiyaya daxil olur. Yenə də burada onu qeyd edeyim ki, əsaslardan yalnız suda həll olan əsaslarla, yəni qələvilərlə reaksiyaya daxil olur. Biz burada suda həll olmayan çöküntü halında o əsas götürsək, belə bir reaksiya baş tutmayacaq. Deməli, yenə də qeyd edirəm ki, turşu oksidi yalnız qələvilərlə reaksiyaya daxil olub duz, su əmələ gətirir. Turşu oksidləri suda həll olaraq müvafiq şəkildə turşu əmələ gətirir. Məsələn, diazot pentoksid suda həll olaraq nitrat turşusunu, difosfor pentoksid suda həll olaraq orta fosfat turşusunu, burada isə mangan 7 oksid suda həll olaraq permanganat turşusunu əmələ gətirir. Yenə də burada istisna hal kimi yadınızda saxlayın ki, silisium dioksid bu turşu oksididir. Eyni zamanda wolfram 6 oksidi də, deməli wolframın burada 6 valentlidir. Biz də bilirik metallar yüksək valentliyində metal oksidləri özlərini turşu oksidi kimi aparırlar. Bax, bu iki turşu oksidi nə adi halda, nə də qızdırıldıqda su ilə reaksiya daxil olmurlar. Deməli, bu oksidlər istisna təşkil edir. Yerdə qalan bütün turşu oksidləri suda həll olaraq müvafiq turşunu əmələ gətirirlər. Turşu oksidləri amfoter oksidlərlə də reaksiya daxil olur və bu zaman duz əmələ gəlir.
İndi isə amfoter oksidlərin xassələri ilə tanış olaq. Amfoter xassə artıq biz bilirik ikili xassə deməkdir. Yəni şəraitdən asılı olaraq bu cür oksidlər özlərini həm turşu oksidi kimi, həm əsasi oksid kimi apara bilirlər. Amfoter oksidlər turşularla reaksiya daxil olub duz və su əmələ gətirirlər. Amfoter oksidlər ikili xassəyə malik olduğu üçün onlar eyni zamanda qələvilərlə də reaksiya daxil olurlar. Yenə də bu zaman duz və su əmələ gətirirlər. Amfoter oksidlər eyni zamanda həm turşu oksidləri ilə, həm də əsasi oksidlərlə reaksiya daxil olub, yenə də duz əmələ gətirirlər. Qarışıq oksidlər. Qarışıq oksidlər isə, uşaqlar gördüyümüz kimi, qarışıq oksidlərin tərkibində bir elementin müxtəlif valentli atomları olur. Məsələn, ferum 3O4, bu dəmir yanığıdır, qarışıq oksiddir. Çünki bu oksidin içərisində həm 3 valentli dəmirin, həm 2 valentli dəmirin oksidi var. Ona görə də bu cür qarışıq oksidlər turşularla reaksiya daxil olduqda, burada 2 duz alınır. Dəmir 3 xlorid və dəmir 2 xlorid. Bəzi oksidlər qızdırıldıqda parçalanır. Məsələn, görürük burada civə oksidi parçalanır civəyə və oksigenə və yaxud argentium oksidi parçalanır, deməli, gümüş və oksigenə. Oksidlər eyni zamanda qüvvətli reduksiya edicilərlə qarşılıqlı təsirdə də olur. Məsələn, karbon qazı, yəni karbon dioksid kömürlə, deməli, közərmiş kömürlə qarşılaşdırdıqda bu zaman yeni oksid, karbon monoksid, dəm qazı kimi tanıdığımız, bax, bu birləşmə əmələ gəlir. Və yaxud mis 2 oksidini qızdırıb, onun üzərindən hidrogen qazını buraxdıqda, bu zaman, deməli, sərbəst şəkildə mis reduksiya olunur və su alınır. Bəzi oksidlər duzlarla da reaksiya daxil olur. Adətən, bu oksidlər bərk halda olan oksidlərdir. Çünki bərk halda olan oksidlər duzun tərkibindəki uçucu turşu qalığını sıxışdırıb çıxara bilir. Bu zaman yeni duz əmələ gəlir. İndi isə bugünkü dərsimizi, bugünkü mövzunu möhkəmlətmək üçün kiçik bir çalışmanı həll etməyə çalışaq. Deməli, birinci çalışmada bu oksidlərin hansılarının su ilə reaksiya daxil olduğunu müəyyən etmək tələb olunur. Biz də bilirik ki, su ilə yalnız o oksidlər reaksiya daxil olur ki, əgər bu metal oksididirsə, bu metal mütləq, belə deyək, 8-lik metallar qrupuna daxil olmalıdır, yəni fəal metal oksidi olmalıdır. Turşu oksidlədirsə, bu zaman turşu oksidlərindən biz bilirik ki, silisium dioksid istisna təşkil edir, çünki o suda həll olmur. Beləliklə, bütün bunları, deməli, nəzərə alaraq çalışmanı bu cür icra edə bilərik. Deməli, kuprum oksidi, bu oksidi əmələ gətirən mis aktiv metal olmadığı üçün nə misin özü, nə də onun oksidi suda həll olmur. Turşu oksidlərdən də biz artıq bilirik, silisium dioksid istisna təşkil edir, o suda həll olmur. Eyni zamanda ferum 3 oksidi və magnezium oksidi, bunlar suda həll olmayan oksidlərdir. Yerdə qalan, deməli, barium oksidi, natrium oksidi, kalsium oksidi, fəal metalların oksidi olduğu üçün adi şəraitdə suda həll olur. Difosfor pentoksid isə suda həll olan turşu oksididir. O da suda həll olub, turşu əmələ gətirir. Eyni zamanda kükürt 6 oksidi də turşu oksididir və o da suda həll olaraq müvafiq şəkildə sulfat turşusunu əmələ gətirir. Deməli, aşağıdakı çalışmanı isə uşaqlar sərbəst şəkildə icra eləməyə çalışın. Bu tapşırığı icra eləmək üçün birinci çalışmanın izahını sizə verim. Digər çalışmaları isə sərbəst icra etməyə çalışın. Kalsiumdan kalsium oksidi alınmalıdır. Kalsium oksidindən isə kalsium hidrooksidi alınır. Bax, bu sxemə əsasən bu reaksiyaların, belə deyək ki, kimyəvi reaksiyaların tənliklərini tərtib etmək tələb olunur. Kalsium fəal metaldır. Kalsiumun oksidini almaq üçün sadəcə onu oksigəndə yandırmaq lazımdır. Kalsium oksigenlə qarşılaşdıqda kalsium oksidinə çevrilir. Kalsium fəal metal olduğu üçün onun özü də, onun oksidi də suda adi şəraitdə həll olur. Beləliklə, kalsium oksidini su ilə qarşılaşdırdıqda kalsium hidroksidi alınır. İkinci bir tapşırığı da onda izah edeyim. Deməli, misdən
mis 2 oksidini almaq üçün misi oksigende yandırırıq, yəni oksidləşdiririk. Misin üzərinə oksigen gəldikdə mis 2 oksid alınır. Lakin misin özü suda həll olmur, deməli onun oksidi də suda həll olmur. Bəs buradan biz bu duzu necə ala bilərik? Bunun üçün biz həmin bu mis 2 oksidin, yəni əsasi oksidin üzərinə sulfat turşusunu əlavə eləyəcəyik. Nəticədə mis 2 sulfat və su alınacaq. Beləliklə qalan deməli çevrilmələri özünüz sərbəst şəkildə icra edin. Bugünkü dərsimiz bu qədər. Sağ olun.